Balaca qız yenə də ata-anasının mübahisəsinə şahid olurdu. Odur ki, utancaq bir əda ilə atasına yaxınlaşdı və qulağına "Ata, nə olar? Anamla mübahisə etmə, yoxsa mən çox qorxuram" dedi. Bu onun balaca ürəyinin fəryadı idi. Nə yazıq ki, ata-analar mübahisə edir. Olan isə uşaqlar olur. Nə yazıq ki, biz dostumuza, yoldaşımıza göstərdiyimiz hörməti ailə üzvlərimizə göstərə bilmirik. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm isə bu barədə belə deyir: "Sizin ən xeyirliniz ailəsinə ən yaxşı davrananınızdır." Elə isə ailəmizə qarşı necə yaxşı davranmalıyıq? Yaxşı dediyimiz şey heç də ailəmizlə mübahisə etməmək, ailəmizi təhqir etməmək deyil. Yaxşı dediyimiz şey ailəmizə hörmət etmək, hətta bizə xoş gəlməyən hərəkətlərinə də səbir göstərməkdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyat yoldaşları Allah Rəsulunu insanların ən gülərüzlüsü, xanımları isə ən çox zarafat edəni idi deyərlər. Biz də ailəmizlə zarafatlaşa, onlarla deyə, gülə, əylənə bilərik. İstirahət günlərimizdə ailəmizlə oyun oynaya və ya Peyğəmbərimiz sallallahu əleyhi və səlləm kimi yarışa bilərik. Bundan başqa həyat yoldaşınızın xoşladığı bir zinət əşyasını və ya bir paltarı ondan xəbərsiz alaraq onu sürpriz edə bilərsiniz və ya qırmızı bir gül alıb gizlicə yatağının üzərinə qoya bilərsiniz. Ya da həyat yoldaşınızın ad günündə qaynananıza, qaynatanıza da hədiyyə ala bilərsiniz. Onlara həyat yoldaşınıza verdiyi tərbiyəyə görə təşəkkür edə bilərsiniz. Təbii ki, bunlar bizim ağlımıza gələnlərdir. Siz də onlarla yüzlərlə belə gözəl fikirlər kəşf edə bilərsiniz. Uşağınıza verəcəyiniz ən gözəl hədiyyə anasını sevməyinizdir, deyir müdriklərdən biri. Doğrudan da xoşbəxt bir ailəyə sahib olmaq istəyiriksə, uşaqlarımızın tərbiyəçisi olan həyat yoldaşımıza qarşı çox həssas davranmalıyıq. Nə olursa olsun onların qəlbini sındırmamalıyıq. Kişilər belə davransa, yəqin ki, xanımlar da həyat yoldaşlarına və uşaqlarına xoşbəxt bir həyat bəxş edərlər.